Hazırda Fərəc yıxılır yerə, qayda pozulmayıb oyun davam edir. İndi qayda pozulub, hakim Emin Səfərova sarı vərəqə göstərir. Maçın baş hakimi növbəti sarı vərəqəsini əl atır. Emin Səfərov. Bax, burada İmad Fərəc yerə yıxıldı, oyun davam etdi. Ardınca isə Emin Səfərov Xoni Montiyelə badalaq gəlir və bu sarı vərəqə ilə yekunlaşır. Bax, bu epizoda görə. Montiyel deyəsən davam edə bilməyəcək. Bəli. Kənara bu cür işarə etdi, fikir verin. Topu çıxarır meydandan. Bəli, təəssüf, çox təəssüf. Bu epizoddan sonra Xoni Montiyel davam edə bilməyəcəyini göstərdi kənara və ardınca topu hətta meydandan çıxardı. Həkimlər meydana daxil olacaq. Ümid eləyək ki, onun da zədəsi ciddi olmaz. Abdullah Zubir kimi qaydar meydana. Dərhal bizə rejissorumuz və operatorlarımız Qarabağ məşqçi heyətini göstərir. Qurban Qurbanov, Elçin Rəhmanov və eyni zamanda Yuri Vernidub tərcüməçi vasitəsilə futbolçulara tapşırıqlarını verir. Breno Almeida xüsusilə onun yanındadır. Azarkeş qrupları öz ampluasında İmanət Tayfa və Qarabağ Ordu. Eyni zamanda təbii ki Forza Neftçi. Hazırki turnir cədvəlinə nəzər sala bilərik. Bax, bu epizoddan sonra Xoni Montiyel zədələndiyini bildirdi. Kamran bəy Rəhimova etiraz edir və buna görə sarı vərəqə ilə cəzalanır. Bilirsinizmi niyə? Çünki oyun davam edəndən sonra Xoni Montiyel yerə yıxıldı. Yəni sarı vərəqədən sonra yıxılmamışdı o yerə. Kamran bəy Rəhimovla diyaloqa girdi, bir qədər sərt danışdı və sarı vərəqə ilə cəzalandı. Xoni Montiyel davam edə bilmir, təəssüf. Hətta qutularını çıxarıb elə gəlir kənara, yalın ayaqla. Qarabağın 9 nömrəsi solaxayıb. Kəskin etiraz edirdi. Bax, bu epizodda və sarı vərəqə ilə də buna görə cəzalandırıldı. Başa düşmək olar. Əsəbləşib, zədələnib, onu davam etdirə bilmir, amma ona əlbəttə ki, bax, bu cür sərt etiraz sarı vərəqə gətirdi. İspaniyalı futbolçu əsəbləşir və kənara bax, bu cür gəlir. Dəyişiklik olacaq Qarabağda dərhal. Musa Qurbanlı oyuna daxil olur. Bəli, Musa Qurbanlı oyuna daxil olur. Belə olan təqdirdə meydandakı düzülüş necə olacaq? Kamiye Duran sağa keçir.